Kosinus 222 dərəcəni kosinus 270 dərəcə çarpı 48 kimi yaza bilərik. O tərəfə qalxır, görsənsin. Aha, 270 dərəcə çıxılsın. 48 dərəcə. Sinus 48 yadından çıxdı. Üstə gəl. 1, əla. Burada əks sada. Lövhəni tutursan C. Plus 2. Bu tərəfə gəl. Sən bizə izah elə görək elə. Niyə kosinus 270 dərəcə çıxılsın 48 dərəcəni, sən mənfi sinus 48 dərəcə yazmışsan, heç bir izah vermədin. Düşür bu üçüncü rübəyə. Yox, niyə kosinus sinusa keçmişsən, onu da dedi. Mənfi müsbətdən sonra baxar. Pi bölgələri adını dəyişir. Üçüncü rübə düşür. Üçüncü rübədə kosinus mənfidir, ona görə sinus olur mənfi. Kosinus mənfi, əvvəlki funksiyaya baxdığımıza görə mənfidir. Yazırsan, amma izah yoxdur.